qovrulmuş fıstıq əzməsini sizlərə təqdim edirik. Esselamu Aleyküm əziz barakası izləyiciləri. Bugün sizlərlə fıstıq əzməsi hazırlayırıq. Getdik. Bismillah. Fıstıq əzməsi, yəni araqis əzməsi çox faydalı bir şeydir. O xüsusilə şəkərsiz və əlavə yağsız olduqda 100% fıstıqdan hazırlanmış olduqda qidalı seçim olur. Faydaları çoxdur. Zülal, sağlam yağlar, lif, magnezium, E vitamini və B qrup vitaminləri ilə zəngindir. Yəni həqiqətən enerji verən, toxluq hissini uzadan, əzələ bərpasını və gündəlik qidalanmaya zülal qəbulunu dəstəkləyə bilər. Və indi əlavə elədik. Bunun istifadə qaydasında həmişə soruşurlar. İstifadə qaydası gündə təxminən 1-2 xörək qaşığıdır. Yəni 15-30 qram arası qəbul etmək kifayətdir. Kalorisi yüksək olduğuna görə miqdarı nəzarətdə saxlamaq lazımdır. Yəni bunu çox vaxt çörəklə, tostla, banan və alma ilə, yulaf sıyığına qataraq, qatıqla, yəni qatığı əlavə edərək və yaxud bal ilə istifadə etmək olar. Yəni həqiqətən çox faydalıdır. Kimdə fıstıq allergiyası varsa onlar istifadə etməsin. Hazır olduqdan sonra bunları bankalara yığıb satışa çıxaracağıq. Bu fıstıq əzməsidir. Fındıq əzməsi də əlavə edəcək. Üstə əzməsi də, küncüt əzməsi də hamısını bankalara yığıb qiymətini çıxarıb sizə təhvil verəcək.